Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bilgah layihəsində işlərimiz davam eləyir. Növbəti sanuzelimizin deməli hardasa 60%-ni yekunlaşdırdıq. Qaldı sabitləmə və kanalizasiya işlərimiz. Keçən dəfə videoda məlumat vermişdim. Kaset lent, Mipro, deməli divarçilərimiz Hanza Grox və Grox firması və istifadə eləmişik deməli AP firmasının fittinglərindən. Evimiz bütövlükdə, yəni qazanxana daxil metaloplastın olacaq inşallah. Bütün xəttlərimiz metaloplast boruları ilə təchiz olunacaq və kollektor sistemi olacaq. İsti döşəmədə də, su sistemlərində də. Belə. Moydadırımız, gigiyenik duşumuz, unitazımız və duşumuz. Belə bir vəziyyətdə tamamlamışıq. İzləmədə qalın, hələlik.